Bugün sizi yenə də fərqli bir məkandan salamlayıram. Salfetkalar. Yemək yiyirdim, dedim sizə deyim. Sizlə bir yerdə yiyeyim. Bu bilsiz nədir? Bu Hatay dönəridir. Bunu keçən dəfə Afan səhifəsində görmüşdüm. WhatsAppları var, mənə düşür statusları. Zakaz elədik bir dənəsini və uşaqlarla hərəmizə biraz dadına bax. Uşaqlar da xəstə idi də o vaxtı. Neysə, saçım da yağlıdır. Deməli, zakaz elədik. Hərəmizə biraz dadını bəyəndik. Dedim, bundan indi alıb yeyə bilərik də. Nə qəşəngdir. Bunun içində kartoşka da olur, bir də üstünə sos tökürlər. Burada yanında bir şey de var. Bura harada soruşsanız, bura mənim kafamın düşanıdır. Şaşırdınız mı? Yəni papam doktoru, bacım doktoru da, bacımın həyətindədir. İlk dəfədir bura gəlirdim. Sizdə sual əmələ gələ bilər ki, və sizin belə papanın dükanı varsa, bacının dükanı varsa, niyə gəlib buradan alışveriş eləmirsən? Bizim evdən uzaqdır. Demək olar ki, bura gəlib mən getməm üçün 2 saat, zat vaxt lazımdır. Storylərə göstərmişəm sizə. Baxa bilərsiniz oradan. Qəşəng məhəd şu anda içərisində hər şey var. Hər şey var. İlk dəfədir bu gün satıcı işləmişəm. Gəlin. Malları vurmuşam şeyə. 2 dənə saska vermişəm bunu. Gəl.